Salam, bura Sumqayıt şəhər Xəzər bağları Kəriz küçəsidir. 2 aydır Kəriz küçəsində şirin su borusunun zədələnməsi nəticəsində küçə yolumuz bu vəziyyətə düşmüşdür. Həm qonşular 2 aydır, həm də ki mən şəxsən özüm Azərsunun qanun xəttinə 955 qanun xəttinə müraciət eləməyimizə baxmayaraq heç bir tədbir görülmür. Biz hər dəfə qanun xəttə müraciət edəndə bizə cavab olur ki, şikayətinizi qeydə alırıq. Və bundan əlavə mən özüm Sumqayıt şəhər Su Kanal İdarəsinin növbəti hissəsinə zəng vurub 3 dəfə məlumat vermişəm. Bugün 4-cü gündür. Hər dəfə də eyni cavab bizə verilir ki, şikayətiniz qeydə alındı. Bilmirəm, bu şikayəti qeydə almaq çox çətin məsələdirmi? Ya aidiyyatı qurum, aidiyyatı vəzifəli şəxslər öz vəzifəsini yerinə yetirə bilmir deyənə vətəndaşları belə əziyyətdə saxlayırlar. Xahiş edirəm, bu aidiyyatı qurumlar baxıb bir daha müəyyən ölçü götürməsi barədə müəyyən bir fikrə gəlsinlər. Salam, bura Sumqayıt şəhər Xəzər bağları Kəriz küçəsidir. 2 aydır Kəriz küçəsində şirin su borusunun zədələnməsi nəticəsində küçə yolumuz bu vəziyyətə düşmüşdür. Həm qonşular 2 aydır, həm də ki mən şəxsən özüm Azərsunun qanun xəttinə 955 qanun xəttinə müraciət eləməyimizə baxmayaraq heç bir tədbir görülmür. Biz hər dəfə qanun xəttə müraciət edəndə bizə cavab olur ki, şikayətinizi qeydə alırıq. Və bundan əlavə mən özüm Sumqayıt şəhər Su Kanal İdarəsinin növbəti hissəsinə zəng vurub 3 dəfə məlumat vermişəm. Bugün 4-cü gündür. Hər dəfə də eyni cavab bizə verilir ki, şikayətiniz qeydə alındı. Bilmirəm, bu şikayəti qeydə almaq çox çətin məsələdirmi? Ya aidiyyatı qurum, aidiyyatı vəzifəli şəxslər öz vəzifəsini yerinə yetirə bilmir deyənə vətəndaşları belə əziyyətdə saxlayırlar. Xahiş edirəm, bu aidiyyatı qurumlar baxıb bir daha müəyyən ölçü